Herkese salam. Yuxudan təzə durmuşam deyə səsim biraz pis gəlir. Bu gün universitetdə bizə 6 həftədir deyə universitetə gediş edəcəm. Ona görə də çinmək qərarına gəldim. Burada bəzi əşyalarımı qoydum, bəziləri isə oradadır. Götürəcəm onları da. Burada şampun və balzam. Bunların hər ikisi burada da yazılıb. Laminasiya edici şampun və balzamdır. Həqiqətən mənim saçlarıma çox gözəl təsir edir deyə düşünürəm mən. Sonra burada bir dənə duş geli var. Şaftalıdır. Həqiqətən şaftalı qoxusu o qədər gözəl gəlir ki. Yəni bunun başqa şeyi də var məndə. Orxideyalısı da var məndə. İkisinin də qoxusu belə çox gözəldir deyərdim. Amma mən biraz daha bunu sevirəm, şaftalı qoxusunu. Meyvə tərkibli bir məhsulların qoxusunu daha çox sevirəm deyə bu daha xoşuma gəlir. Mən çimdim, çıxdım. Saçımı qurudacam indi. Dərs öyrənməliyəm. Burada yazmışam planlarımı. Hələ ki, yəni buradan az görsəniz düzdür. Amma yəni siz çoxdur. Ağlımda yeni planlar var. Buraya yazacağam. Yox, dərs öyrənməliyəm. Deməli, onu da yəqin yolda öyrənərəm də. Çəkibdə çıxandan sonra bizim maksimum rahatlıq. Dersi öğrendim. Asan idi əslində. Saat hardası biraz var. Mən gedirəm indi hara? Universitetə. Bu da bizim şəhərin gözəlliyi. Həqiqətən çox gözəl görsənir. Gedək görək başımıza nə gəlir. Bizim universitetimiz nəhayət universitetə çatdı. Bilirsiniz ki, şəhər qalasında müəyyən problemlər oldu. Ona görə də restavrasiya işləri aparılır deyəsən. Çəkiliş əməkdaşları gəlib. Çıxmaq istəyirəm, ora sadəcə utanıram. Neysə, sonraya qalsın. Aşağıdan çəkirəm ki, heç kimin yüzü düşməsin. O dostumun çox estetik məkanda dediyi kafenin yolu. Arkadaşım, mənə nugget, içini seçək. Kola zero seçək. Xeyr. Səbət alabilməyək. Bəlkə sosu seçək. Burger King'dən limisiz içki olduğunu bilirsiniz. Biz hələ birinci içkimizi qutura bilməmişik. Deməli, burada işdik. Buyurun, sizin fikirlərinizi alaq yemək barəsində. Sizcə necə menyudur? Doyumludur yoxsa doyumsuz? Bu arada KFC-də misal üçün sovetkanlar güclə verirdilər. Çox pardon KFC, səni sevirəm amma reallıqlar deyəcəm. Burada düz 4 dənə sertifikat neydi yalnız? Sovetka veriblər. Burger King sertifikat verir. İçkilərinizi deyin. Biraz yüksək danış, çünki eşitməyəcəklər. Düşük bütçeli bir vlog çəkirik. O zaman daha yüksək. Deməli, mən bu seti həqiqətən bəyəndim. Çünki həqiqətən qəşəng bir set idi. Amma ki, baxın, burgerin dadı çox qəşəngdir, qoxusu da çox qəşəngdir. Amma. Biraz yüksək danış. Ölçü məsələsi var biraz. Yüksək danış. Tamam. Biraz şıqır danış. Ölçü məsələsi var. Eşidilmir səsin. Eşideyim öncə. Ölçü məsələsi var. Prosto. Onun barəsində mən üzr istəyirəm, sözü kəsirəm. Bu könüllüsü çox balacadır, hədsiz. Şəkildə görünəndən çox balacadır. O barədə şikayətçiyik. Şikayətçiyik. Amma. Qoxusu və dadı həmin o kiçik ölçülü olmasını biraz tamamladı. Onu düz deyil. İşte böyle bir şey düz deyil. Çünki o limit içkidən kola, fanta sərxoş olmuşuq. Bəh.